Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün oktyabrın 14-də beynəlxalq maliyyə birjasında nələr baş verir və gündəmi zəbt edən təbii ki Bitcoin'dir. Bitcoin bütün traderlərin əksəriyyətini iflas edən, müflis edən bu Bitcoin bugün nə edəcək? Yəni bildiyiniz kimi 5-ci gün, cümə günü, keçən cümə günü 122 mindən yavaş-yavaş aşağı doğru istiqaməti davam etdirib və şənbə günü səhər sübhdən saat 2-də yəni sürətlə aşağı doğru istiqamətdə 20 min dollarlıq bir enişdə demək olar ki traderlərin, alış əməliyyatları açan traderlərin əksəriyyətini müflis edir. Deyirlər ki 24 milyar itki olub və 1.6 milyon trader iflasa uğrayıb. Yəni bu iflasa uğrayan, yəni bunlara trader demək olmaz. Nə üçün? Çünki yəni bildiyiniz kimi biz önceden almışdıq, yəni deyək ki 53'də, 58'də, 70'də, 80'də almışdıq və gözlür ki daha yuxarı, yəni 140, 150, 200'lərə qədər qalxsın. Amma 222'də, 225'də külli miqdarda Bitcoin almaq heç də düzgün deyil. Hətta belə deyək, yəni bizim deyək ki 5-ci gün 122'lərdə, yəni 1 lotdan və ya ki 1x-dən bay əməliyyatımız vardısa, bizdə 120'də 5x-dən, yəni 5 lotdan və yaxud da ki 10x-dən satış əməliyyatlarımız var idi. Yəni bunu biz deyək ki kiçik lotlardan biz alış əməliyyatlarını açmışdıq 122'lərdə, amma 120'lərdə əks olaraq 3 qatına, 5 qatına biz əməliyyatlar qoymuşduq və bu yüksək gəlinlərlə nəticələndi və biz bunu sosial şəbəkələrdə də paylaşdıq və bizim Telegram siqnal kanalında paylaşdıq. Amma durub yəni 122'lərdə, 125'lərə külli miqdarda Bitcoin almaq, yəni bu heç də məntiqli deyil. Eyni zamanda məntiqlidirsə, əks istiqamətdə, yəni biz mütləq alışdırsa, baydısa, sell stoplardan istifadə edilir. Mütləq olmalıdır. Bazarın arzu olunmaz şıltaq əməllərindən qorunmaq üçün bu buy varsa sell stopdan, sell varsa buy stopdan mütləq istifadə edin və Telegram siqnal kanalında, yəni 5 Telegram siqnal kanalımıza hər birində biz bunu vurğulayırıq. Və bugün də sonuncu gündür Telegram siqnal kanalında. Yəni kampanyadır 079850025'ə yazın, saat 1-dən 2'ye qədər son kampanyada, yəni qoşula bilərsiniz, siz də yararlana bilərsiniz. Keçək qızıla, qızıl maksimum rekord səviyyəyə 4180'lərə qədər qalxdı və buradan anidən 90 dollar dəyər itirdi. Nə üçün? Məhz 4098'dən qayıtdı. Bunu bizim tələbələrimiz bilir. Çox güclü bir dəstək xətti idi. Yəni peşəkar tələbələrimiz, siz də bu peşəkarlığı öyrənmək istəyirsinizsə bizə yaxınlaşın və biz sizə mükəmməl dərəcədə öyrədək. Təbii ki 4070'lər həmin bu nöqtədən 4098'dən aşağıda qalsaydı əgər 4070, 4047'lərə qədər enərdi. Amma alış əməliyyatları 4133'lərdən sonra gələcək. Keçək biz Bitcoin'e, yəni dediyimiz kimi Bitcoin'də bugün demək 102'ye düşəndən sonra, yəni 20 min dollar enəndən sonra, dəyər itirəndən sonra 122'dən 102'ye qədər enəndən sonra yenidən yuxarı 116'lara qədər qalxdı və deyək ki indi 112'ye qədər endib. Amma alış əməliyyatları 115 300'lərdən gəlir. Satışlar isə 108'dən əgər aşağı enərsə 102 %100 görəcək yenidə həmin nöqtəni. Və yavaş-yavaş həmin nöqtəyə qədər gedə bilər. 108'dən aşağı formalaşsa. Və keçək biz crude oil-ə. Crude oil dünən dediyimiz kimi qiymət birinci etapı keçdi. GP uğurla nəticələndi. Yəni 63-60'dan aşağı keçdi və GP doğru 63-20'lərə qədər, 63'lərə qədər həmin gap ki aşağıda olan gap var. Yəni həmin gapə doğru yəni istiqamət alır və deyək ki bugün həmin boşluğu dolduracaq. Keçək biz euro dollar, funt dollar cütlüyünə. Euro dollar, funt dollar cütlüyündə demək alış əməliyyatları, dünən satış əməliyyatları ilə nəticələndi. Yəni 115-800'lər demişdi. Bugün alışlar 1.115-950'lər, satışlar 1.15-500'lərdir. Funtun dollar rəqabətində dünən satış əməliyyatları deyək ki açıldı və 1.33'lərdən endi aşağı. Bugün 1.32-550'lərdən yenidən satışlar, alışlarsa 1.33-550'lərdəndir.
Belə, biz Nasdaq S&P Dow Jones-a gəldikdə isə bunlar demişdik sizə, keçən həftə də demişdik, yəni bir müddət hələ ki aşağı korreksiyalardan müşahidə olunacaq. Təbii ki, gündəmdən yenidən qızıl yeni bugün yeni maksimum, yəni 4180-lara qalxacaqmı? 180-lara qədər qalxmasa, yəni 4180-lara qalxmasa 4150-lər, 60-lar, yəni hədəfə ola bilər bugün yenidən. Hələlik görüşmək ümidi ilə sağ olun.